Salam uşaqlar, bugün cimlə işləyirik və bizim 11-ci sinifə aid 28-ci audio mətnimizdir. Videolarım davamlı olması üçün sadəcə bəyənməyiniz və abunə olmağınız kifayətdir. Gəlin başlayaq. Добрый день. Чем могу вам помочь? Здравствуйте. Моя фамилия Аскерли. Я бы хотел купить на 18 марта авиабилеты себе и своему сыну. Хорошо, господин Аскерли. Куда вы хотите лететь? Мы собираемся в Чехию, в Прагу. Мы с сыном давно хотели побывать за границей. Отлично. Я сейчас проверю, какие рейсы имеются в этот день. Есть два рейса, утром и поздно вечером. Нам нужен утренний рейс. И если можно, билеты в бизнес-класс. К сожалению, билеты в бизнес-класс распроданы. Остались только в экономическом классе. Хорошо. Есть ли места у окна? Вы сможете выбрать места во время регистрации в аэропорту. Понятно. Когда время вылета и прилета? Вы вылетаете в 8:30 утра и прибываете в Прагу в час дня. Регистрацию пройдите в аэропорту за 2 часа до вылета. Вам нужен билет в оба конца или с открытой датой? Когда вы уезжаете из Праги? Нам нужны билеты в оба конца. 24 марта мы собираемся лететь обратно в Баку. На этот день всего лишь один рейс. И это не прямой рейс, поэтому придется лететь с пересадкой в другом городе. Вас устраивает? Мы согласны. Вот паспорта и моя кредитная карта для оплаты. Прекрасно. Вы можете взять свои билеты. İndi bu mətni mən deməli tərcümə edim. Gördüyünüz kimi burada da dialoq gedir. Tak, sabahınız xeyir, sizə necə kömək edə bilərəm? Salam, mənim soyadım Əskərli. Mən martın 18-nə özümə və oğluma aviabilet almaq istəyirdim. Yaxşı, cənab Əskərli, hara uçmaq istəyirsiniz? Biz Çexiyaya, Praqaya gedirik. Oğlumla çoxdan idi ki, xaricdə olmaq deməli istəyirdik. Əla, indi yoxlayacağım. Həmin gün hansı reyslər var? 2 reys var, səhər və gec deməli axşam. Bizə səhər reysi lazımdır və mümkünsə biletlər biznes class olsun. Təəssüf ki, biznes class biletləri deməli yoxdur. Satılıbdır, yəni yalnız ekonom klass qalıb. Yaxşı, pəncərə kənarında yerlər varsa, yerləri aeroportda qeydiyyatda zamanı seçə bilərsiniz. Aydındır, nə vaxt uçuş və eniş saatları? Siz səhər 8:30-da uçursunuz və günorta saat 1-də, birin deməli yarısında Praqaya çatırsınız. Qeydiyyatı aeroportda uçuşdan 2 saat əvvəl keçin. Sizə gediş-dönüş bileti yoxsa açıq tarixli bilet lazımdır. Praqadan nə vaxt qayıdırsınız? Və bizə belə deyək də, bizə gediş-dönüş bileti lazımdır. Martın 24-ü Bakıya geri uçmağı planlaşdırır. Həmin gün cəmi bir reys var və bu birbaşa reys deyil. Ona görə də başqa şəhərdə enişlə uçmaq lazım gələcək. Sizə qayna edir, biz razıyıq. Buyurun pasportlar və mənim kredit kartım ödəniş üçün. Əla, biletlərinizi götürə bilərsiniz. Belə. Və gəlin indi suallarımıza keçək uşaqlar. Так. Определите основную мысль текста. Əsas ideyası, söhbət burada nədən gedir uşaqlar? Полет на самолете в столицу Чехии. Дальше. Так. Рейс с пересадкой в другом городе. Deməli, Çexiya paytaxtına təyyarə ilə uçuş, reys пересадкой в другом городе, yəni başqa şəhərə belə deyək də, birbaşa deyil də, пересадка, yəni eniş edib başqa şəhərdə, sonra biri var birbaşa, amma biri var с пересадкой. Ondan sonra путешествие отца с сына, ata və oğlunun səyahəti, registrasiya var aeroportu, aeroportda qeydiyyat, havalimanında покупка билета в aviakassi, şirkətin kassasında biletlər alınmasıdır. Əlbəttə ki, söhbət burada nədən gedir? Покупка билета в aviakassi. Так, укажите неверное утверждение по тексту, yəni mətnə uyğun olmayan hansıdır? Gəlin baxaq. Askərli сказал кассиру, что ему нужны билеты в оба конца. Gedib gəlmək üçün, düzdür. В aviakassi билеты в Прагу клиент оплатил кредитной картой. Düzdür, kredit kartı ilə deməli ödədi. Из столицы Чехии Аскерли с сыном вернуться прямым рейсом. Yox, прямой рейс olmayacaq, только с пересадкой. Так, C variantı.
Дальше. Определите верный ответ на вопрос. Что сообщил авиакассир господину Аскерли? Deyir ki авиабилет... Так. Что сообщил авиакассир господину Аскерли? Deməli, aviakassir əsgərliyə, cənab əsgərliyə nə dedi? Tak. Biz də bilirik ki, ona dedi ki, yalnız ekonom klass biletləri qalıbdı da. Только в экономическом классе остались билеты diye. Так. Ага. Дальше. Дополните предложение словами из текста. Аскерли с сыном должен быть в аэропорту за 2 часа до вылета самолета, так как deyir ki, Əskərli və oğlu təyyarənin yola düşməsinə 2 saat qalmış havalimanında olmalıdır. Çünki orada axı qeydiyyat keçir, ona görə də onlar tez gəlməlidirlər. Gəlin onları da yazaq. Значит, пишем. Аскерли с сыном должны быть в аэропорту за 2 часа до вылета самолета, так как им необходимо пройти регистрацию. Дальше. 167. Напишите ответ на вопрос. Почему Аскерли хочет поехать в столицу Чехии? Deyir ki, Əskərli niyə Çexiyanın paytaxtına getmək istəyir? Əlbəttə ki, Аскерли с сыном давно хотели побывать за границей. Ya da tam yazmaq istəsəniz, Аскерли с сыном давно хотел побывать за границей, поэтому они хотят поехать в Прагу deyə bu şəkildə deməli cavabını yaza bilərsiniz. 168-də напишите одно прилагательное из текста, которое характеризует слово дата. Дата – открытая дата. Открытая data. Так, belə. Sağ olun, görüşərik uşaqlar.